Sürücü işi var yoldaşlar. Mən sizə sürücü işlərinin hamısından bəhs etməyəcəm. Nisbətən yüksək mərkisi olanlardan bəhs etmək istəyirəm. Digərlərindən nəyə görə bəhs etmirəm? Çünki onların əmək haqqısı daha azdır ona görə. Sonrasında D kateqoriyalı sürücü işi var. 3 dənə sürücü işindən bəhs etmək istəyirəm Allah qoysa. Deməli, D kateqoriyalı sürücülük işi var. 700.000 manatlıq. 23-60 yaşlılar üçündür. İş vaxtı 10 saatdır, həftədə 6 günlükdür. Amma burada diqqət etməniz gerəkən məqam var. D kateqoriyası tələb olunur və rus dilini bilməniz tələb olunur yoldaşlar. Rus dilini bilirsinizsə, yəni bu işə müraciət etmənizin mənası ola bilər. Əks təqdirdə vaxtı itkisidir müraciət etməniz. Sonra inkasator sürücü işi var yoldaşlar bankda, inkasasiya şöbəsində, Express bankda. Heç olmasa orta təhsiliniz olmalıdır, B kateqoriyanız olmalıdır, mexaniki və avtomatı bilməlisiniz. Sürücülük təcrübəniz olmalıdır 3 illik. Qapalı şəraitdə, yəni zirehli nəqliyyat vasitəsində işləmək bacarığınız olmalıdır. Xidmət zamanı zirehli gödəkçəni əyninizdə daşıya bilməlisiniz. Misal üçün, səhv bilmirəmsə, burada qeyd olunmayıb, mən sizin üçün sadəcə bildirirəm, kənar bilgi olaraq. Misal üçün, sizin əgər beyninizdə problem varsa, ola bilsin zirehli gödəkçə ağır gələ bilər sizə, fəsadlar doğura bilər sizin üçün. Əgər bu iş sizə uyğundursa, bunlara onlayn şəkildə CV-nizi göndərə bilərsiniz. Şəxsi sürücü işi də var yoldaşlar. Şəxsi sürücü işi var. İnkasator sürücü işinin əmək haqqısı qeyd olunmuş yoldaşlar artıq müsahibə zamanı bəlli ola bilər. Bu şəxsi sürücü işi isə 1000 manatlıqdır. 30-45 yaşlı şəxslər üçündür. Masazırdadır yoldaşlar. Amma burada da diqqət etməniz gerəkən məqam ondan ibarətdir ki, şəxsi sürücü kimi minimum 2 illik iş təcrübəniz olmalıdır, BS kateqoriyanız olmalıdır yoldaşlar və zərərli vərdişləriniz olmamalıdır. Bu işlərə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmazsa, ümumiyyətlə iş tapmanızda səsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Özbadlı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.